media project için bir video klip çektik. Bilmem, belki Mokoz Instagram'da o videonu çekerim ve koyarım. Dedi ki çok maraqlı geldi. Qıfır verdikten sonra indi ikinci sesiye başlayacaq. Burada gedim. İntervyuya girəndə elə bildim çox ciddi bir şey gedirəm. Dedilər. Radikal feministin Avrupa'da olmak isteyen benim fikrimde bir səhvdir. Orta karar. Bence Avropa. İxtisasımı biznes yönümünü dəyişmək istəyirəm. Radikal feministdən. Yanır. Yine de kürelim. O bir sınav yaptı. Bir de öz şəxsi kimliyi açıq olan və biz də ona görə dedik ki, yox, sahte elimizdə Avropa. Çok olur bana siz beraber.
görünməz kölgələrinə, nifrət nitqinə, ayrı seçkiliyə və insanların həyatında buraxdığı dərin izlərə toxunduq. Çünki artıq hamımız bilirik ki, onlar mühit sadəcə ekran deyil, orada insanların hissləri, güvəni, kimliyi və bəzən də təhlükəsizliyi var. Hər birimiz sosial şəbəkədə bir cümlənin belə bir insanın gülünü, hətta bütün həyatını alt-üst etdiyini şahid olmuşuq. Görünməz nifrətlə atılan sözləri necə real və görünən yaralara çevrildiyi görmüşük və bunların hamısı sadəcə söz adı altında baş verir. Bugün isə qarşımızda bir sual dayanır. Biz bu reallığı qəbul etmək üçün buradayıq, yoxsa onu dəyişmək üçün? Avropa İttifaqı, region ölkələri və biz hamımız yeni bir yol ayrıcındayıq. Burada həm ifadə azadlığını qorumaq, həm də insanların təhlükəsini təmin etmək kimi çətin amma mümkün bir balans tələb olunur. Çünki nifrətin sərhədi yoxdursa, onun qarşısında dayanacaq qanunların, platformaların və cəmiyyətin də sərhədi olmamalıdır. Unutmayaq ki, internetdə yazılan hər sözün arxasında canlı bir insan var. Qorxuları, ümidləri, kimliyi olan bir insan. Və burada bir nümunəni də qeyd etmək istəyirəm. Yaxın günlərdə 2006-cı il təvəllüdlü Yasin İbadov, hansı ki cinsi azlıq nümayəndəsi olduğuna görə ilk öncə sosial şəbəkələrdən gələn tənqidi düşüncələr, daha sonra da qatı mentalitet düşüncələri qohumu tərəfindən dəfələrlə bıçaqlanaraq qətlə yetirildi. Və bu təkcə bir ailənin faciəsi deyil, bu cəmiyyətimizə açıq bir xəbərdarlıqdır. Biz bilirik ki, nifrət nitqi yalnız onlayn müstəvidə qalmır, o real həyatlara, real insanlara toxunur və Yasin kimi gənclərin taleyini təkrarlamaması üçün cəmiyyətimizi hər gün davamlı şəkildə maariflənməliyik. Çünki maariflənmə nifrətin qarşısına alan ən güclü qalxandır. Gəlin bugün buradan gedərkən özümüzə söz verək. Heç vaxt nifrəti normal qəbul etməyək, heç vaxt ayrı seçkiliyi adi haldır deyib kənardan seyr etməyək və heç vaxt sözün gücünü kiçiltməyək. Çünki o gücü ya yaradır, ya da yıxır. Biz bugün yalnız bir mövzuya toxunmadıq. Biz bir öhdəlik götürdük, rəqəmsal məkanı daha təhlükəsiz, daha ədalətli və daha humanist bir gələcək qurmaq öhdəliyinə. Və mən inanıram ki, bu gələcəyi biz quracağıq. Öz qanunlarımızla, platformalarımızla və ən əsası da öz davranışlarımızla. Təşəkkürlər. Təşəkkür edirəm. Mən juri komitəsindən Baxşi Əli.
Ay ne kadar. Losing your battles, pick yourself up and dust yourself up and back in the saddle. Şok. Şark komandasının sesleri ve neticeleri her şeyi kaydetlendiriyor. Değerli kaptan sevdiği Şirek, neticelerinizi de görüşün. Bizim Rey kapitasinden alt referlerine 0 eləyinə Tatile kalsın. Yani biz birazdan ne yapıyoruz? Skyfall. Değerli jüri komitesi. Ha bilir. Mas Skyfall. Koş jüri. Koş. This is the end. Hold your breath and count to 10. Feel the earth and you. Hear my heart burst. Ona görə deməli, bizim komitədən 9 leyhinə, 0 əleyhinə və 1 tərəf.